Değerli dostlar, çok hörmətli Kəlbəcərə Qayıdış İctimai Birliyinin İdarə Heyətini və Ali Məclisin üzvləri. Bugün biz Qalaltı deyilən istirahət mərkəzindəyik. Xoş gəlmişsiniz hamınız bu gözəl məkana. Gəlişimizin əsas səbəbkarı bizim çox dəyərli Kəlbəcərə Qayıdış İctimai Birliyinin Ali Məclisin üzvü, çox hörmətli Ədil müəllimin doğum günüdür. Ədil müəllim Azərbaycanın tanınmış, hörmət və ehtirama layiq olan ziyalılarından, yazarlarından biridir. Eyni zamanda da Kəlbəcərə Qayıdış İctimai Birliyinin çox hörmətli və hörmətə layiq olan bir üzvü, Ali Məclisinin üzvüdür. Ədil müəllim, Kəlbəcərə Qayıdış İctimai Birliyi uzun müddət fəaliyyət göstərir. Kəlbəcərə Qayıdış İctimai Birliyinin Azərbaycanda bir çox məsələlərdə müstəsna xidmətləri var. Bu təşkilatın belə bir qayda var da, yəni bir ictimai qayda var ki, hər hansı bir təşkilat bir ideologiya zərurətindən, hansısa bir ictimai fəaliyyət zərurətindən yarananda İnsanlar ora duygusuna göre daxil olurlar, emosiyalarına göre daxil olurlar. Ama növbəti mərhələdə insanlar orada ağlına ve düşüncesine göre fəaliyyət göstərirlər. Siz bizim doğrudan da Kəlbəcərə Qayıdış İctimai Birliyinin inkişafında, tərəqqisində, genişlənməsində, ictimaiyyətimiz üçün əhəmiyyətli fəaliyyətində müstəsna xidmətlər olan bir ziyalımızsınız, bir dostumuzsunuz. Sizin həqiqətən də siz deyilən sözlərə, gedən bu şərəfli yolda mübarizəyə öz tövbəsini vermiş, layiqli bir dostumuzsunuz. Sizi mən şəxsən Kəlbəcərə Qayıdış İctimai Birliyi adından, öz adımdan, dostlar adından təbrik edirəm. Sizə uzun ömür, möhkəm can sağlığı arzulayıram və arz edirəm ki, növbəti doğum gününü doğma Kəlbəcərimiz, gözəl ata-baba yurdumuza Siz başta olmak. Sağ olun, var olun. Təbrik edirik sizi. Sağ olun. Sağ olun. Adil Bey, ben de sizi tebrik ediyorum. Sağ olun güzelim. Sağ olun. Tebrik ederim. Hello bu. Kardeşim sağ ol. Sağ olun. Sağ olun. Ramiz Bey. Sağ olun. Her birimiz. Her birimiz. Təbrik edirəm. Adil Bey, sözün asıl manasında değerli bir kardeşliği. İnşallah, inşallah. Hakikaten Adil Bey bizim için çok değerli bir insandı. Yani biz Adil Bey'le tanış olandan sonra ve bildik ki bizim böyle bir Kəlbəcərimiz var. Onun hareketleri, hizmetleri adama həmişə stimul verdi. Yani ki fəxr elədi ki böyle bir Kəlbəcərimiz var ki bizimle bir sıralarda oldu ve aynı zamanda da bizim sıralarımıza dahil olmakla dostluq elədi. Kardeşlik elədi. Bugünlerde Ədil Bey'in ad günü ilə bağlı Qalaltı istiqamətindəyik. Bura bugün Qalaltıdır. Tiyəcən və Dəvəsi rayon ərazisidir. Yarısı Dəvəsinindir, yarısı da Tiyəcənin. Və bu gözəl belə bir məkanda bugünləri değerli kardeşimizin doğum gününü qeyd edirik. Mən də Ədil Bey, Ramiz Abışov olarak səni canı könüldən təbrik edirəm. 100 yaş yaşa. Sağ olun. Kəlbəcərimizdə bu gözəl günləri, gözəl doğum günlərimizi qeyd edirik. Her birinize teşekkür ederim. Gör çıxır amca. Sağ olun. Nuş olsun. Sağ olun. Her birinize. He? Erişki sağ olun. Sağ olun. Video sekilir. Bakın. Kaka sağ olun. Sağ olun. Orada.